İlahiyyatçılarımız var ki bu, yəni yalnız onları dindarlar dinləyir. Yəni biz bunun şahidi olmuşuq. Sizi məsələn şairlər, dindarlar dinləyir, yaxşı oğlanlar dinləyir. Bir də ki, bayaq adını çəkdiniz, Allah rəhmət eləsin, Hacı Şahini hamı dinləyir. Nə özəlliyi var idi Hacı Şahinin. Onun müxatəbi nə qadındır, nə kişidir, nə ziyalıdır, nə mömindir. Onun müxatəbi insandır. O Quran da belədir. Quranın müxatəbi var ha. Xitab etdiyi müqamda. Nə kişidir, nə qadındır. Quranın müxatəbi insandır. Ruhdur. İnsan ruhundan gedir söhbət. Və hər kəs ki, insanın o qəlbinə yaxın tellərə toxuna bildi, fərqi yoxdur, onu cahil də sevəcək, mömin də sevəcək, ziyalı da sevəcək, nə bilim, şair də, rəssam da, bəstəkar da, müğənni də. Sadəcə olaraq o qəlbə, o incə yerlərə sarı simət toxuna bilsin. Allah rəhmət eləsin, Şahin doğrudan da bu işdə ömrünü həsr eləmişdi, qoymuşdu bu işdə. Böyük bir məktəb olmuşdu.